Qulaq iltihablarının beyinə keçməsi mümkündürmü? Əlbəttə mümkündür. Çox tez-tez baş verən bir fəsaddır. Ancaq bu sualı izah etməmişdən öncə otitin nə olduğunu qeyd etmək istəyirəm. Otitlər, yəni qulağın iltihabı, qulaq 3 hissədən ibarət olduğuna görə 3 yerə bölünür. Yəni xarici otit, orta otit və daxili otit. Xarici otitlər demək olar ki, beyinə fəsad vermir. İstisna hallar mümkündür əlbəttə ki, ancaq çox az rast gəlinir. Beyinə fəsad verən əsas qulaq xəstəliyi orta qulağın iltihabıdır. Orta qulaqda olan xroniki və kəskin otitlərdir ki, beyin tərəfindən abses və ya meningit kimi ağır bir fəsadlara yol açır. Bu çox bir təhlükəli vəziyyətdir. Əsasən də uşaqlarda tez-tez rast gəlinir. Uşaqların qulağı ağrıdığı zaman həkimin nəzarəti olmadan və yaxud da aptekdən alınan dərmanlarla müalicə olunması heç tövsiyə olunmur. Çünki meningit olduqdan sonra pasiyentlər xəstəxanaya yerləşdirilir, ağır vəziyyətdir. Həkim nəzarəti altında əksər hallarda da cərrahi yolla müalicə edilir.